Görkəmli şərq filosofu, alimi İbn Sinanın bu mahiyyət anlayışına xüsusi yanaşması var. Məsələn, Aristotel məntiqində bildiyiniz kimi məfhumun iki halı var, varlıq və yoxluq. Aristotelin məntiqi dəmir məntiqidir. Yəni otağa girirsən, masada şam varsa, Aristotel üçün artıq söhbət bağlanıb, şam artıq var. İbn Sina isə deyir ki, otur indi mən sənə söhbəti biraz da xırdalayım. Hər var olan hələ var olmaq demək deyil. İbn Sina var olmanın özünü iki hissəyə parçalayır. Varlığın vücudu və varlığın mahiyyəti. Məsələn, sənin həyat yoldaşın ola bilər, vücud olaraq var, amma mahiyyətcə həyat yoldaşın yoxdur. Mahiyyətcə sən təksən. Məsələn, keçmişdə ayağı qırılmış bir yatağın altına kitab qoyardılar ki, əsməsin, ayaq əvəzi olsun. O, vücud olaraq kitabdır, səhifələri var, yazıları var, amma mahiyyət olaraq kitab deyil. Bugün smartfonda audiobook dinləyə bilərsiniz. Nə üz qabığı var, nə səhifələri var, amma o daha çox kitabdır, nəinki yatağa ayaq əvəzləyən o əşya. İbn Sina belə bir sual verir. Biz bir varlığı qiymətləndirəndə onu hansı keyfiyyətinə görə qiymətləndiririk? Və deyir ki, onu vücuduna görə yox, mahiyyətinə görə qiymətləndirməliyik. Misal çəkir ki, bir atı ondan sağılan südə görə yox, çıxardığı səsə görə yox, ondan gələn ətirə görə yox, onun sürətinə görə deyirik ki, yaxşı atdır. Demirik balaca boy ağac, deyirik nar ağacı. Demirik cırıq qaşıq. Hər şey öz mahiyyətinə doğru getdikcə keyfiyyəti artır. Hər şey öz mahiyyətindən uzaqlaşdıqca cılızlaşır.